Hazırda biz değerli gazimiz Bayraq ordenini Zahir Həsənov görürük. Sizə Zahir Həsənovun da sözlərini Allah, xoş sözlərini Allah Füzuli şəhər günü ilə bağlı. Buyurun. Hörmətli Füzuli sakinləri, Füzulilər, mən Həsənov Zahir Şamxaloğlu həmişə sizinlə fəxr etmişəm. Bu günləri Füzuli günüdür. Yəni Füzuli şəhərinin düşmən işğalından azad olunan 17 oktyabr 2020-ci il bugünkü günü mən özüm şəxsən şəhərdə olmuşam və şəhərin azad olunmasında iştirak etmişəm. Sizin hamınızı bugünkü gün münasibətilə ürəkdən təbrik edirəm. Bir daha Azərbaycanın başı üzərində belə qara buludların olmasından pisləyirəm. Allah Teala sizin hamınızın can sağlığı versin. Həmişə vətəndə olasınız, evdə işdə olasınız. Bu vətən günü münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Hazırda bizim değerli gazimiz Kamal əmimiz görürük. Kamal əmi, sizin də xoş sözlərinizi eşitmək bizim çox xoş olardı. Buyurun. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə bəxş edən Necə bir hissi istərdi? müqəddəs bir gündür də mənim üçün müqəddəs bir gündür. Füzulinin azad olunması mənim üçün müqəddəs bir gündür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ki məz olsun. Qazilərimizə can sağlığı versin. Döyüşçülərimizin hamısın belə ürəklər istədiyi qədər versin. Şükür bu günümüzdə Allah Ali Başkomandanımızın canını sağ eləsin. O əmri verdi. Millətimizin canını sağ eləsin. Şükür bu günümüzdə. Hal-hazırda biz değerli gazimizi görürük. Habil əmini. Habil əmi, sən də bu şəhər günündən bağlı istəyərdik. Öz fikirlərinizi bildirəsiniz. Xoş sözlərinizi eşidək. Buyurun. Biz oradan da bizim Füzuli rayonu işğaldan azad olunan günüdür. Biz bugünkü gün burada ayaq üstə durmamızın səbəbi başta şəhidlərimizdir, qazilərimizdir, veteranlarımızdır, ali başkomandanımızdır. Mən qürur keçirəm ki, bugün çox sevinirəm ki, bugün Füzuli şəhərimizdəyik. Şəhidlərimizin canı bahasına torpaqlarımız işğaldan azad oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa oldu. Bu münasibətindən bütün Füzuliləri təbrik edirəm. Çox sağ. Mən hal-hazırda bizim değerli gazimiz Talih əmini görürəm. Talih əmi, istəyərdik sizin də fikrinizi öyrənək. Buyurun. Bayramımız mübarək olsun. Bayramınız mübarək olsun. Buyurun hacı. Buyurun. En güzel fikir odur ki, bu günlərim şəhid ailələrlə bir yerdəyik. Bu günlərim Füzulinin azad olma gününü qeyd edirik. Mənim üçün böyük şərəfdir. 92-də döyüşdüm, nəvələrimlə döyüşdüm. Allah hamısının bu dünyalarını versin. Şükürlər olsun ki, bu günlərim bu analarla, bu bacılarla bir yerdəyik. Bu 44 günü mən nəvələrimlə döyüşdüm. Çox mənim üçün böyük şərəf oldu. Həmişə belə şiravan yaşayan, Allah şəhidlərimizə dünyalarını versin. Amin. Mən Hüseynov Adil Kamaloğlu. Bu günlərim Füzulimizin qələbə günüdür, alınan günüdür. Mən bugün bu qələbə münasibətinə bütün Füzuliləri təbrik edirəm. Fəxr edirəm, qürur duyuram ki, bu günlərim belə xoşbəxt, firavan gəlib Füzuli şəhərimizdə bayram keçirdirik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi, veteranlarımızı qorusun. Heç vaxt veteranlarımızı yaddan çıxartmayalım. Bütün bu formanı giyinib orada əziyyət çəkən oğlanların hamısına Allah kömək olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah prezidentimizi qorusun. Biz prezidentimizin ətrafında belə birləşmişik, yumruq, neçə dəmir yumruq, həmən o dəmir yumruq həmişə yerindədir qardaş. Bir daha təbrik eləyirəm. Mən özüm də 1-ci Qarabağ qazisiyəm. Çox ağır günlərdən keçmişik. Biz bütün bu hamısı bizim gözlərimizin qabağında olan şeylərdir. Şükür bu günə. Şükür yenə də şükür. Çox sağ